sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul olan qədər müsabiqə olunacaq. Onlayn müraciət edərək bölgələrə getmədən Bakıda da sıra baxışı iştirak etmək mümkündür. Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov oktyabrın 27-sində Respublikanın şəhər rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən Nazir Vilayət Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.